Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyrun nasirin və muin. Salam əziz Təfəkkür 114 TV verilişinin izləyiciləri. Sizlər hamınızı xoş gördük. Hər birinizi salamlayıram. Ünvanladığınız çoxlu suallara cavablarla inşallah sizin hüzurunuza gəlmişik. Keçən verilişlərdən birində biz nəzərlə bağlı danışmışdıq. Və siz ondan bağlı sual vermişsiniz ki, keçən verilişlərdə dediniz ki, gələn nəzərlə necə rəftar etməkdir əsas. Bəli. Əsas məsələ nəzər bizə gələcək. Nəzərin qabağını almaq mümkün deyil. Allah biz insanları, bizi ictimai yaradıb, sosial varlığıq. Və bizə nəzər gələcək, amma biz ondan necə rəftar eləməyimiz əsasdır. Bunu soruşmusunuz. Yəni necə rəftar edilməlidir? Necə eləyək? Cavab budur ki, bilməliyik ki, nəzər haqdır, amma talehi dəyişə bilməz. Və bilməliyik ki, gözəlliklərin əslində sənə özəldir. Allah bunu sənin özün üçün verib. Bunu göstərmək niyyətin olsa, mütləq ki, qəflətə düşmə ehtimalın çoxdur. Açsan o gözəllikləri sənin olmaqdan çıxar. Və bəzi xoşbəxtliklər əslində paylaşdıqca azalar. Bunu təcrübələr də göstərir. Çünki nəzər qəlbdən gələn və gözlə birləşən duyğusal bir enerjidir. Və bəzən hətta öldürücü də ola bilir. Bizim duyğusal zəifliklərimiz də əslində nəzəri daha təsirli edir. Nəzər insanın təkcə xaricdən görünənlərə deyil, daxili və mənəvi halının aşağı olması ilə də bağlı ola bilər. Məsələn, sən bir gözəl bir şeyi paylaşırsan, amma özün stres içindəsən. Əsəbisən, narahatsan, depressiyadasan, boşluğun var. Əgər qəlb zəifləşmişdirsə, bunu unutmayaq, nəzər orada öz təsirini buraxacaq. Deməli, biz daxilən immunitetimiz, mənəvi immunitetimiz yüksək olmalıdır ki, hər nəzərə qarşı nə olaq? Hazırlıqlı olaq. Ümidsizlik, yetərsizlik və s. kimi hallar bizi nəzərə açıq hala gətirə bilir. Sanki ruh, belə deyək, öz kürkünü itirib. Bugünün ən böyük nəzər dəvətnaməsi bilməliyik ki, sosial mediadır. Və hər göz baxmaz. Bəziləri hətta dəlib deşər, dəlib keçər, o tərəfə keçər. Gərək heç nə ilə öyünməyəsən, öyünmək neyməti uzaqlaşdırır, şükür isə yaxınlaşdırar. Öyünmək də nəzəri təsirli edər. Keçən səfər demişdik, heyranlıq da, məftunluq da nəzəri təsirli edər. Qürurlanmaq da nəzəri təsirli edər. İnsan dəyərini Allahdan deyil, insanlarda axtararsa, ən kiçik bir baxış, ən kiçik bir qısqanclıq səni yıxa bilər. Bəzi baxışlar bir silah qədər kəskin olar, bir ox qədər yaralayıcı ola bilər. Ətrafında həsəd və qısqanclıqlarla dolu insanlar həmişə var. Sənin gülümsəməni belə qısqanarlar. Nə xoş gününü istərlər, nə də uğurlarını çəkə bilməzlər. Hətta uğurun üçün səni təbrik də edə bilərlər, maşallah da deyə bilərlər. Unutmayaq ki, hər gülən üz içdən gülmür. Hər maşallah deyən dil qəlbdən demir. Sən özünü qoruma altına almağı öyrənməlisən daha doğrusu. Ona sığınaraq, yəni Allaha sığınaraq və qarşı tərəfə də fürsət vermədən, yəni bayaq dediyimiz şəraitləri yaratmadan sən özünü bu şeydən qoruya bilərsən. Növbəti sual, bəzən ətrafımızdakılar tərəfindən zərbələr alırıq və tənhalaşırıq. Bu nədən ola bilər və nə edək? Belə hallarda deyərdim ki, Allah istəyir ki, özünə qaydasan. Onunla xəlvət edəsən. Yəni, bu sənin Allaha dönmən üçün, tərbiyələnmən üçün ola bilər. Və insanlar ki, fərqli yaradılıblar, səni anlamadıqlarında narahat olma. Bu bir əskiklik deyildir, üstünlükdür. Heç bir çay dar yoldan keçməsə okeana birləşə bilməz. İnsanlardan uzaqlaşmağın səni Allahla görüşə hazırlayır əslində. Və səni daha yaxşı insanlarla
görüşdürmək üçün ola bilər. Ola bilər Allah səni bir məsuliyyətlə vəzifələndirsin. Bəlkə bir ana olacaqsan, ona görədir. Amma sadəcə bir ana deyil, böyük bir nəsli inşa edəcəksən. Bəlkə bir müəllim olacaqsan, amma sadəcə müəllim yox, elm yox, həm də mərifət verəcəksən. Bu yalnızlıq əslində qəlbini hər kəsə verməyi öyrətdi sənə. Mümkündür bu tənhalıq hikməti, dərinliyi öyrətdi sənə. Bəlkə Allah elə özü yalnız sənin özünü seçdi. Bəlkə elə Allah sənin özünə dəyər verdi. Sənə daha çox qapılar üzvü açmağa qərar verdi. Ona görə heç vaxt ümidsiz olmaq olmaz. Hər zaman bilməliyik ki, nə baş verirsə, onun hikmətindən kənar deyildir, əzizlər. Növbəti sual bir xanım verib, niyə Allah Taala yaşadığımız çətinlikləri heç kəsə deməyi bəyənmir? Yəni, özümüzün deməyimizi bəyənmir. Belə başa düşdüm, bəli. Çünki od qızılı yandırmır, əzizim. Təmizləyir sadəcə. Yəni, çətinlik səni istiğfara aparır. Qəlbi yumşalır, insan təmizlənir, paklaşır. Görünməz bir mükafat hazırlana bilər sənin üçün, sən fərqində olmadan. Çətinlik səni Allaha yaxınlaşdırar, səni qəlbən səcdəyə aparar, sənin səbrini olğunlaşdırar. İnsanlara desən, bəlkə də yanlış anlardılar. Bəzən də yarğılardılar. Və bunları eşidərsən, fərqində olmadan acınma hiss eləyərsən, tərif və ya maraq gözləyərsən. Amma Allaha dedikdə qəlb təmizlənir, niyyətin saflaşır, qəlbin insanlara möhtaclıqdan qurtulur və Allah belə qəlbə həm də şifa verir. Növbəti sual vermisiniz, necə bilək ki, inkişaf edirik yoxsa yox? Sənin inkişaf etmən üçün bəzi gərəksiz yüklərdən təmizlənmən lazımdır. Buna diqqət eləməlisən. Bax, gör qəlbinin mərkəzində kimi saxlamısan. Allahdan, onun razılığından başqa nə düşünürsənsə, onları yolundan götürərsənsə, çətinliklərin artarsa, sən də Allah üçün səbr edərsənsə, bu çətinliklər sənin yüksəlmən üçün bir nərdivandır. Ən sağlam ağaclar ən sərt fırtınalardan keçir. Ən parlaq almazlar ən yüksək istiliklə şəkillənir, forma alır. Ən gözəl dualar ən dərin bəlaların içindən çıxar. Sən artıq sözlə deyil, qəlbinlə dua edirsənsə, çətinliklər içində belə təvəkkül etməyi öyrənirsənsə, həqiqətən sənə görünmədiyi yerdə belə Allaha güvənirsənsə, dünyaya olan bağların azalırsa, bunlar özünüzdə diqqət eləyin. Çünki ucalmaq istəyən bir adamın ayağında dünya zənciri olmamalıdır. Onunla insan uça bilməz. İçində məna axtarışın başlayıbsa, niyə bu iş başıma gəldi? Niyə mən bunu yaşadım? Allah bunun altında hansı mesajı mənə ötürmək istəyir? Və günahlara qarşı daha həssas yanaşırsansa, dua edərkən gözlərin yaşarırsa və qəlb də titrəyirsə ki, dua eləyəndə həm göz yaşarsın, həm də qəlb titrəsin və xətalarını görməyə və tez-tez tövbə etməyə başlamısansa, onda sən inkişaf edirsən deməkdir. Növbəti sual eləmişsiniz, həqiqi gözəllik nədir? Əsl gözəllik, mən deyərdim, qəlbin və ruhun gözəlliyidir. Ki, biz bunu çox hadisələrdə, tarixi mövzularda, dini mətnlərdə də bu haqda tanış olmuşuq. İnsanın qəlbinin gözəlliyi insanı ucaldar, insanı daha çox dərinləşməyə aparar. Həqiqi gözəlliyə çatdırar, insanlıq həqiqətinə çatdırar. İnsanın həqiqətinə çatan insan həqiqi gözəldir. Zahiri hətta çirkin olsa belə. Məsələn, rəvayətlərdə gəlib, Loğman əleyhissalam əslində üz cəhətdən, sima cəhətdən elə də gözəl olmayıb. Amma Allah Taala onu seçib. Bilal Həbəşi elə də gözəl olmayıb, amma Allah Taala azan demək üçün onu seçmişdi. Yəni, qəlbin gözəlliyi də əsas gözəlliyi, əzizlər. Hansı ibadət insanı yüksəldər? Sual eləmişsiniz. Mənliyini azaldan ibadətə diqqət elə. Əgər o ibadət sənin mənliyini azaldırsa, o ibadət nədir? İnsanı yüksəldər. Çünki insanda mənlik artdıqca insanın qəlbində Allahın nuru
azalar. Növbəti sual, qəlbin ən dərin təmizlənməsi bəs nədir? Qəlbin ən dərin təmizlənməsi, mən deyərdim, mənliyin tərk edilməsi. Çünki o olmasa, mənlik tərk edilməsə, bu elə bir məqamdır ki, bəndə özünün heçliyini qəbul etmişdir. Yəni orada artıq mən yoxdur. O var, yəni Allah, bir də onun bəndəsi. Özünü bu cürə görə Allahın bəndəsi kimi. Bəndə özünün heçliyini qəbul etmişdir və Allah da ondan razı olmuşdur. Çünki Allah insanın bu halını məxsusən xoşlayır. Bu hal əslində cənnətin qapısını insanın üzünə dünyada da açar. Belə insanlar ölmədən öncə ölmüş insanlardır və ona görə də Allah huzurunda onlar həmişə diridirlər. Allah bizlərə onlardan qərar versin. Belə insanlar artıq digər insanlara da fərqli gözlə baxarlar. Heç kimsəni küçümsəməzlər, heç kimsəyə aşağı baxmazlar, heç kimi yargılamazlar. Çünki bilirlər ki, hər kəs Allahın yaratdığı bir təcəllidir. Bu məqamın mükafatı təkcə axirətdə deyil, elə dünyada da görünər. Çünki bir heç olduğunu anlayan insan həm özü, həm də çevrəsi ilə barışar. Artıq təriflənməz, təriflə şişməz, daha doğrusu təriflənər, amma təriflə şişməz. Yarğı ilə də sönməz, çökməz. Özünü nə böyük, nə də kiçik görər. O sadəcə Allahın quludur və bu hal insanın ən böyük azadlığıdır. Çünki artıq başqasının sözü, fikri, tərifi və s. onun qəlbini əsir ala bilməz. Çünki qəlbi Allahla dolu insandır. Allah bizlər onlardan qərar versin və belə insan Allahın dostu olar. Allahın dostluğu bəndənin bütün qorxularını silər. Deməli, qəlbdə olan qorxu bizdən maneədir Allah arasında. Artıq yalnızlıq yoxdur, qayğı yoxdur, gələcək qayğıları qəti yoxdur, yük yoxdur, sadəcə Allah vardır. Biz dedik ki, gələcək qorxusu yoxdur, qayğı yoxdur, yalnızlıq yoxdur. Yəni, belə insanlar təklikdə də, cəmdə də narahat olmazlar. Belə insanlar həmişə özlərində işləyərlər və günü-gündən inkişaf edərlər. O qəlbdə Allah varsa, o qəlbdə hər şey vardır. O qəlbdə Allah yoxsa, o qəlbdə heç nə yoxdur. Çox kasad bir qəlbdir. Həqiqət hardadır deyə soruşursunuz. Belə başa düşürəm ki, insanın həqiqətindən gedir. Həqiqət kənarda deyil əslində. O bizdə saxlanıb, pərdələr qalxsa görəcəyik əsl həqiqət. Özümüzü də, Rəbbimizi də, deməli insan öz içinə baxmadıqca həqiqəti görə bilməz.